Salam, hər vaxtınız xeyir. Sualımıza deyirik ki, verilən loqaritmik ifadələrə görə hansı ifadənin mənası yoxdur? İlk öncə gəlin uşaqlar, x-in, y-in, z-in hansı aralıqda olduğunu müəyyən edək. Loqaritma 2 əsasdan 40 hansı aralıqda yerləşir? Loqaritma 2 əsasdan 32 ilə, yəni 2 əsasdan 32-dən böyükdür, 2 əsasdan 64-dən kiçikdir. Yəni x-in yerləşdiyi aralıq 5 ilə 6 aralığıdır. Eyni qaydada loqaritma 3 əsasdan 90-ı da hansı aralıqda olduğunu müəyyənləşdirək. Loqaritma 3 əsasdan 81 ilə loqaritma 3 əsasdan 243 arasında yerləşir. Bu zaman y-imiz yerləşir. Hansı aralıqda? Çünki loqaritma 3 əsasdan 90 y-ə bərabərdir. Y hansı aralıqda yerləşir? 4 ilə 5 aralığında yerləşir. Eyni qaydayla z-in müəyyən aralığını tapaq. Yəni loqaritma 4 əsasdan 80 yerləşir. Loqaritma 4 əsasdan 64 ilə loqaritma 4 əsasdan 256 arasında. Yəni z-in yerləşdiyi aralıq 3 və 4 aralığıdır. İndi uşaqlar, deyir hansı ifadənin mənası var? Yəni loqaritma altı ifadələr hansılar? X çıx 6, z çıx y. Bunlar müsbət olmalıdır ki, loqaritma altı ifadənin mənası olsun. Gəlin yoxlayaq. Deyir ki, x çıxılsın 6 müsbət olmalı. Biz həqiqətən görək x-dən 6 çıxanı müsbət alırıqmı? X-in yerləşdiyi aralıq hansı aralıqdır? 5, 6 aralığı. Tutaq ki 5,1-dir x-imiz. 5,1-dən 5,1-dən mən 6-nı çıxsam, axı bu sıfırdan kiçik olacaq. Demək ki, A-dakı loqaritma altı ifadənin işarəsi mənfi olduğuna bu ifadənin mənası yoxdur. Keçək B bəndini yoxlayaq. Z çıxılsın y böyük olmalıdır sıfırdan. İndi gəl görək, z-dən y çıxanda böyük verilmir. Tutaq ki, z düşür 3 ilə 4 aralığına. Tutaq ki, 3,1. Yəni mən bu qiymətləri özüm qoyuram. Siz 3,3 də qoya bilərsiniz, 3,4 də qoya bilərsiniz. Yəni fərqi yoxdur. Çıxılsın y-in yerinə bir aralıq qoyaq, 4,1. Axı burada işarə sıfırdan kiçikdir. Demək ki, B bəndindəki verilən loqaritma altı ifadənin işarəsi mənfi olduğundan bunun da mənası yoxdur. Həmçinin C-ni yoxlayaq. Z çıxılsın x böyük olmalıdır sıfırdır. İndi gəlin z-dən x-i çıxaq. Yəni qiymətləri qoyaq. Siz qiymətləri qoyun. İstəyirsiniz müəyyən bu aralığı artma ilə yazsanız da eyni qaydada görə bilərsiniz. Z-in yerinə tutaq ki 3,1 qoyuram. X-in yerinə tutaq ki 5,1 qoyuram. 3,1-dən 5,1 çıxanda bu sıfırdan kiçik bir ədəd alınır. Yəni baxın, bu z çıxılsın x-in işarəsinin mənfi olduğuna bu loqaritma altı ifadəsinin mənası yoxdur. Həmçinin gəlin deyində yoxlayaq. D bəndə nə deyir? X çıxılsın y sıfırdan böyük olmalıdır. Yəni yoxlayaq görə həqiqətən x-dan y çıxanda sıfırdan böyük bir ədəd verirmi? X-in qiyməti olsun 5,1. Y-in qiymətini qoyaq 4,1. Həqiqətən də 5,1-dən 4,1 qoyanda sıfırdan böyük bir ədəd verir. Ona görə x çıx y-in işarəsi müsbət olduğundan bu loqaritma altı ifadənin mənası və düzgün cavab D variantı.